Dağı duman olanın, halı yaman olanın, gece uykusu gelmezli yarı esmer olanın. Oy 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 Emine, çekme beni yemine, ben seni çok seviyemli imanıma dinime. Oy 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 Emine, çekme beni yemine, ben seni çok seviyemli imanıma dinime. Salamlar, saygılar əziz dostlar. Bu cələsə Əminə türküsünün amuzişinə başlayıram. Bu türküdə kökümüz re köküdür. Tiyunerdə mənim sazımın kökü az simlər. Üst simlər. Orta simlər. Bu ahəngdə mi bemol pərdəsin yendirmişik aşağıya bir miqdar mi pərdəsinə yaxın olubdur. İstilahən bunun adına mi bemol 2 ya mi koron deyirik. Pəs bu ahəngdə nə mənə mi desəm mənzurum bu pərdədir. Əvvəl bölümün çalğısını çalım, sonra keçək amuzişə. Bu əvvəl bölümü idi, çalğısı. Keçək indi amuzişinə. Mizanımız 12-8'likdir. Yəni hər mizanda 4 qədəmimiz var. Əvvəl mizanın çalğısı bu halətdədir. Bura kimin 4 qədəm oldu. Sukutuna başlayır, eləyə bildik orta simə vuraq, S. Mizraplar hamısı rastlıdır. İdamədə re, mi koron, fa. Bura kimin 2 qədəm oldu. S, re, mi, fa. S, re, mi, fa. Bu halətdə oldu. 2 qədəmi bədisi bu halətdədir çalğısı. Fada 3-cü barmaqla rastlı mizraf vururuq. Midə çəp. Dubarə fa rast. Fada bir dənə də rast. Mi koronda rastlı mizraf vururuq. Mizrafdan sonra